Salam qızlar, kanalıma hamınız xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, hamınız yaxşısınız. Məni izləmirsinizsə, tanımırsınızsa, mən qısaca sizə özümü tanıdım. Mən Fidan. Hələ ki, bu platformada və bir çox platformada yeniyəm və dəstəyiniz mənim üçün çox önəmlidir. Məni Instagramda və TikTokda və YouTube'da izləməyi, kanalıma abunə olmağı və videolarımı bəyənməyinizi sizdən xahiş edirəm. Sizin üçün kiçikdir, amma mənim üçün böyükdür. Deməli qızlar, gəlin birlikdə Temu bağlaması açaq. Bu Temu bağlaması indiyə qədər olan bütün Temu bağlamalarından böyükdür. Ağzını açmışam, amma məhsullara qətiyyən baxmamışam. Çünki 2 ayrı gündə sifariş verdiyim məhsulları bir bağlamada yollayıblar. Bunu ayırt eləmək üçün elə aşağıda götürəndə açdım, baxdım. Bəli, gəlin keçək indi içərisində aldıqlarıma. Bunun içərisində fərqli şeylər var. İndiyə qədər krasovka falan heç nə vurmamışam. Krasovka var, kurtka var. Bəli, hamısı var. Gəlin birinci böyükləri axıra saxlayım mı, kiçiklərimi götürüm, bilmirəm. Deməli, birinci burada əlimə gələn bu mikrofondur. Bir də qızlar, mən bu mikrofonu 3 manata almışam. Siz də mənim kimi bu boyda bağlamaya 60-65 manat vermək istəyirsinizsə, o zaman buralara yazdığım promo kodlardan istifadə eləyin mütləq şəkildə. Çünki yəni bunun içərisində indi özünüz də görəcəksiniz ki, elə məhsullar var ki, tək onun qiyməti 60 manatdır. Belə mikrofondu qızlar. Bu arada başlıqları da var. Bu cür başlıqlar da var. Bunları hamısını videonun sonunda düşünürəm ki, sizə göstərərəm. Sizinlə qızlar, necəsiz? Nəsə bəyənə bilmirəm. Çünki niyə? Səsi çox fərqləndirir məncə. Heç mənim səsimə bənzəmir. Səsi boğurmu deyim, yoxsa necə ifadə edeyim bilmirəm, amma heç bəyənmədim sözün düzü. Yəni hətta çox şıq eləyir də, yəni bunu bura taxsam belə düşünürəm ki, hər dəqiqlikcə ora-bura fırlandıqca səs eləyəcək. İndi bilmirəm bu videoda necədir. Belə. Bunu bəyənmədim. İkinci olaraq makyaj fırçasıdır. Keçən videomda olduğu kimi, keçən videomda daha bahalısını almışdım. Düzdür, onu da endirimli almışdım, amma onlar buna baxanda çox baha idi. Onlar hardasa 10-12 manat civarındaydı. Mən endirimlə 8 manata falan vurmuşdum promo kodlar sayəsində. Deməli, gəlin baxaq görək birinci bunun tükü tökülür, yoxsa yox. Tökülmür. Bir dəqiqə. Yox, tökülmür. Buna baxaq. Bu görürsünüz, bilmirəm görsənir, yoxsa yox. Tökülür. Amma bir şey də deyim ki, bu niyəsə bu. Bir dənə bu hamısı fırçaların eynidir. Baxın, göstərim sizə də. Bir dənə bu fərqlidir. Bu niyədir, bilmirəm. Gəlin bunu yerinə qoyaq. Bir də mən ən sevdiyim şey kargo açmaqdır. Və o kargoları açdıqca da hər şeyi yerə səpələməkdən, onları heç yığmağı sevmirəm. Əksəriyyətən yoldaşımı yığdırım. Buyur. Mən bunu Zümra... Ya, eləməyin də belə. Yəni, mən soska deyə bilmişəm, amma ucunda soska yoxdur. Yəqin ki, Temu bunu qaytaracağım. Çünki bu elədiyin haqsızlıqdır. Çünki 2-3 dənə şəkil qoymuşdu. Hamısını çevirib baxmışam. Üçündə də soska vardı və altında da əmzik yazılmışdı. Nəysə, həyatımızın ikinci şokunu yaşadığımıza görə keçək digərinə. Bu, qızlar, bilirsiniz nədir? Bu, Temuda viral olan qara nöqtələr üçün kremmi deyim, maskamı deyim, belə bir şeydir. Gəlin bunu açaq, amma Instagramda sizə bunu ətraflı şəkildə ya reels videosu çəkərəm, ya da ki, istifadə elədikdən sonra nəticəni bölüşərəm. Yəni, bildiyiniz Temuda çox viral olan bir şeydir. Qoxusu da qəribədir. Əslində qəribə deyil, sadəcə maskalarda olan qoxular var. Hansı ki, Garnier'in falan maskası olur. Onun kimi qoxu gəlir. Gəlin bunu birlikdə açaq. Yəni, Temuda çox viraldır. Yəni, həddən artıq çox kommentariyaları var, şəkilləri var, videoları var. Yəni, insanlar bildiyiniz burnundan çıxartdığı yerdə videolar çəkib qoyub. Yəni, çoxdur da, yəni, dəhşətli dərəcədə yorumu falan çoxdur. Mən də
əslində yoldaşımda daha çox qara nöqtələri var. Ona görə dedim alım yoxlayım görüm nə olacaq. Hətta sifariş verəndə yoldaşıma gedirəm, deyirəm o pulundan çıxır axı. Deyirəm aha bax belə bir viral olan bir şey var. Bəlkə neyək, bəlkə alaq bir yoxlayaq görək sənin burnunda necə işə yarayır. O da çox sevir üz baxımları. Ümumiyyətcə mən həftənin bir günü 6 ya da bazar günü onun üz baxım günü eləmişəm. Başdan aşağı yəni ona üz baxımları falan eləyirəm. Məncə qızlar, evli xanımlar siz də eləyin. Baxın belə bir şeydir, belə də qaşığı var. Qoxusu da dediyim kimi əslində bilirsiniz necə bir qoxudur, qəribə deyə bir dəqiqə bu şəffaf bir şey oxşur. Ay indi üzümə zaten bir dəqiqə. Hə, ağzı bağlıymış. Hə, onu deyim ki, yəni sözüm də yadımdan çıxdı. Hə, belə bir əslində bir siz tudey qoxular olur, tudey ətri olur. Ondan maska qoxusunun qarşığıdır sanki. Bunu %100 istifadə eləməliyəm. Ay Allah, qoxusunu da yiyəcəm bu saat. Niyə bilmirəm, mənim vitamin əskikliyim var deyə belə qoxuları aşırı dərəcədə sevirəm. Deməli, bir dəqiqə bunları yığışdırım, yenə hamısını ortalığa tökürəm. Bu səfər qızımla yoldaşım evdə də yoxdur. Kim yığışdıracaq bilmirəm. Bunu da qoyaq bunun içinə. Bəli, keçək. Burada nə var? 3 dənəsi birdən düşdü önümə. Hə, qızlar, bu bilirsiniz nədir? Təzə mama olanlara səslənirəm. Bu Kaleska üstüdür, amma necə Kaleska üstüdür? Ağcaqanaddan qoruyan yox, belə yağışdan qoruyandır. Mən yağışlı havaları çox sevirəm. Zümranı da həmişə çıxartmaq istəyəndə belə qalırdım ki, çıxardacağım, Kaleskada da üstü yağış olacaq, soğuk olacaq. Mən belə bildiyiniz Kaleska üçün yekə üstlük, önlük, belə də zamoku var. Emin o uşağın baxan yerdə üzünə əlini falan atmasın deyədir. Neysə, çox fikir verməyin mənə. Bunu da neysə. Hə, sonra 2 dənə düşmüş baxın, bir dəqiqə sırayla pozmayaq, belə gedək. Deməli, qızlar, bu bilirsiniz nədir? Keçən səfər kocamla maska videosu çəkdiyi o viral olan video var idi. Mən onu kraska qabın içində eləmişdim deyə. Buradan baxdım, videonu heç bəyənə bilmədim. Dedim, Fidan bu nədir? Heç estetik görsənmir falan. Bu səfər özümə sırf maska üçün olan qab sifariş vermişəm. Təbii ki, kocam üçün bu çox yersiz bir şeydir. Baxın, belədir. Amma mənim üçün yersiz deyildi, böyük bir şeydir. Qaşıqları da var. Yəqin ki, bu maskanı mən misal üçün gil maskası falan eləyəndə onu reseptlə eləyirəm də. Baxın, burada 2.5, 5, 15 kimi belə nömrələri var. Nəysə, bunu da qoyaq yerinə. Bəli. Bu da belə makyaj sponslarıdır. Bunları da hardasa bilmirəm, 2 manat idi, 3 manat idi, belə bir şeydi. Bunu da göstərim sizə. Belə bir dənə böyük, 2 dənə kiçik, belə 3 dənə sponcu var. Bu arada Temunun sponçları çox qəşəngdir. O sponçların şeyləri var da, şişəni və şişməyəni var. Adətən şişəni biz qadınlar istifadə edirik, çünki daha yaxşı üzümüzə hopdurur tonalini. Bu hamısı keçən videomda da var. İzləməmişsinizsə keçib izləyərsiniz. O videoda da var. Həqiqətən də yəni çox qəşəngdir sponçları. Makyajı da artıq istifadə eləmişəm demək olar ki, yəni bildiyimiz o marka deyib aldığımızlardan seçilmiş. Bu belə. Sonra yaxşı da gəlsən əlimə gəlmirsən. Birinci səni açaq. Qızlar, mən hamiləlikdən öncə ayağım 37-38 idi. Amma hamiləlikdən sonra ayaq razmerim böyüyüb. Düzdür, bu da çox böyümüş kimi gəlir. Geyinib yoxlayıb sizə videonun axırında bildirərəm, yəni. Böyükdür, yoxsa yox. Materialı çox qəşəngdir. Həqiqətən videodan
sizə bəlkə də ötürə bilmirəm, amma materialı həqiqətən çox qəşəngdir. Heç bu qədər qəşəng olacağını gözləmirdim. Yəni bildiyiniz dərisi olsun, üstü, yəni suni dəri də olsa çox qəşəngdir. 39 da yazılıb içərisində razmer olaraq. Çox qəşəngdir, çox bəyəndim mən həqiqətən. Ümumiyyətlə bununla ikincidir, botum da var. Keçən videolarda bot da sifariş vermişəm oradan. O bot da çox qəşəngdir. Həqiqətən çox da, yəni dəhşət bəyənirəm mən. Nədənsə Temonun ayaqqabıları həqiqətən çox qəşəng olur və hamısını da bəyənirəm. Birini də hətta yoldaşıma sifariş vermişəm. İndi getdikcə yəqin ki göstərərəm. Bu nədir? Bu ağ papaqdır. Qızlar, mən evlənməmişdən öncə bir dənə ağ papağım var idi. Onu o qədər çox sevirdim. Baxın, belə papaqdır. Normal materialı. Mən çox zaten qalın istifadə edə bilmirəm. Ümumiyyətlə heç papaq taxa bilmirəm. Sadəcə yoldaşım qışqırır üstümə ki, başqa papaq tax. Mən buna görə papaq taxmaq məcburiyyətindəyəm. Hə, o ağ papağımı itirmişdim. İtirdiyim üçün çox pis olmuşam. İndi köhnə videolarımı xalam qızı keçən videoda var. Xalam qızı ilə baxanda çox pis oldum ki, mənə görəsən mənim o papağım hardadır. Hələ bir onun üstünə də şər atırdım ki, sizdə deyil ki mənim o papağım. Deməli, bu nədir? Heç yadıma gəlmir. Heç yadıma gəlmir özdə. Bu şeydir, tripoddur. Ştativ və yaxud da. Bəli, bir dənə buna baxım. Bunu qızlar çox belə, necə deyim, bayıla da vurmamışam. Niyə? Çünki sadəcə əlimdən tutsun deyə vurmuşam. Belə deyim, yəni çox profesional da olmaya bilər. Baxım görün, bu uzanır. Bəli, uzanırmış. Amma deyəsən yaxşıdır, pis deyil. Necə düşünürsünüz? Belədir. İnşallah ki, yaxşı olar. Bəli. Bunu da yoxlayaram. Instagramda məni izləməyi unutmayın qızlar. Adım Fida Blogsdur. Videolarımı da bəyənin, izləyin. Xahiş edirəm. Bu da yoldaşım üçün aldığımız krasotkadır. Buna da baxaq görək. Bu necədir? Ay, xahiş edirəm. Bu yaxşı olsun, yoxsa bunun biraz bu hissələri nazikdir. Amma yenə də baxanda qəşəng görsənir. Məndə də bu xasiyyət var da, hər şeyi eləyirəm. Niyə bilmirəm. Niyə eləyirsən deyə, yəni yeni bir şeydir də. Əslində eləyədiyimdə, yəni xoşum gəldiyi üçün eləyirəm. Valla bunu da bəyəndim. Sadəcə biraz qış üçün, payız üçün biraz nazikdir. Yəni bu hissələri nazikdir. Bu hissəsi qalındır, amma bu hissələri yox. Bunu da gəlsin videonun axırında necə olduğunu deyərəm. Ceynəndən sonra təbii ki də. Ətrafında storydə bölüşərəm. Deməli, qızlar. Bəli. O maraqla gözlənilən kurtka. Gəlin, birlikdə açaq. Heç belə gözləmirdim. Dəhşət. Heç belə gözləmirdim. Materialını çox bəyəndim. Bunu desəz ki, kim üçün sifariş vermisən? Deyəsən, burada boşluqlar var. Bunu desəz ki, kimin üçün sifariş vermisən? Vallahi heç özümüz də bilmirik. Kimin üçün sifariş verdiyimizi. İkimizdən birimizin əyninə. Yəni orada kofta, estağfurullah, kofta neymiş? Kurtka unisex kimi gedirdi. Mən də ona görə sifariş verdim. Hətta dedik ki, hansımıza qəşəng olsa geyinərik. Yəni bildiyiniz həqiqətən çox qəşəngdir. Bilmirəm, videodan başa düşə bilirsiniz, yoxsa yox. Yəni çox, həddən artıq çox bəyəndim mən. Düzdür, necə olacağını. Bir dənə bir şey bəyənmədim. Görürsünüz, burası, yəni pambıq sintifon artıq içinədirsə, eminim bu tikiş hissəsinə gələndə o boşluqdur. Yəni belə göstərim də sizə, belə bir şey.
Amma belə qalan hər bir şey, yəni material olaraq da, yəni burada misal üçün aldığımız 60-65 manatdan yəni seçilmir də, yəni eyni materialdır. Mən bu kurtkanı 60-65 manata yox təbii ki də 18 yoxsa 20 manat almışam. Yəni ona görə deyirəm ki, qızlar, sadəcə bunun qiyməti Temuda bu saat 65 manatdan aşağı deyil. Promokodlardan %100 istifadə eləyin. Həqiqətən mən çox bəyəndim. Böyle. Açı bir qolunu geyineyim. Bəli qızlar, saçımı da yığdım. Bu arada ştativi heç bəyənmədim. Linkini Instagramda paylaşacağım ki, səhvlik eləyib almayasınız qəti şəkildə. Gəlin kurtkanı geyinək. Görək mənə necə olur. Birlikdə. Mənə böyükdür. Belə. Xeyr, mənə böyükdür. Kocama deyək. Darısı kocaman başına mı deyək, nə deyək. Əslində böyük deyil ya. Mən geniş sevirəm. Bol geyinməyi sevənəm. Rahatlığıma düşkünəm. Amma da bir dəqiqə bunu bir azca aşağı eləyim. Siz də rahat görə bilərsiniz. Ştatifi heç bəyənmədim. Ciddi mənada. Yəni aklımda qaldı, tıklı qaldı. Yəni baxın. Belədir. Bəyəndiyim kimidir. Yanı falan tutur. Amma bildiyiniz böyükdür. Gərək bir razmer balaca vurardım. Əgər mənə böyükdürsə elə düşünürəm ki, yoldaşıma da belə qalacaq. Çünki aramızda o kadar da fark yox. Bəli. Belə bir şey var burada. Zümranın burnuna yumaq üçün burnunu aça bilmədim. Bir dəqiqə. Belə. Normal bildiyimiz şprisdir. Bir fərqi bunun başındakidir. Belə. Allahdan çox baxaya almamışam, yoxsa heyfim gələcəkdi. Ki, yəni bu normal bildiyimiz şprisdir də, yəni bir dənə bunun başındakini ala bilərdim. Nəysə, təbii ki də heyf istəmirik. Qızlar, bu qədərdir bağlamanın içərisi. Amma niyə bilmirəm, gözümə az bir şey dəydi. Gəlin birlikdə baxaq görək. Yəni azdımı, çoxdurmu? Bir dəqiqə. Yəni 14 məhsul elədi, 14 məhsul olmalıydı bağlamanın içərisində. Təbii ki də 14 məhsuldan çox bir sonraki videoda görəcəksiniz. Dünən sifariş vermişəm. Yəqin ki 10 günə falan gələr. Bir dəqiqə burada baxım. Bəli, ikisi də bir bağlamada gəlib. Doymuram da, yəni niyə bu qədər az gəlib? Nəysə, bundan sonraki o qədər qəşəng, o qədər maraqlı bir video olacaq. Məncə məni izləməyə, bildirişləri açmağı qətiyyən unutmayın. Instagramda da paylaşacağım. Bu aldığım bütün hər şeyin linkini də və necə olub olmadığını da, əynimizdə olan duruşunu da hamısını Instagramda story bölməsində paylaşacağım. Burada deyirəm də, burada bir dənə də bir şey qalıb. Bunu mənim gözəl mi gözəl lazer logomundur bu. Belə kameradır. Baxın, necə göstərim mən bunu sizə. Bir dəqiqə. Bəli. Belə. Kamera üçün qaşlar var ya, onlardandır. Deyirəm axı, mən burada neysə görmürəm, neysə səhv salıram. Bəli, toplam 14 məhsuluydu. Çox heyif ki, videomuzun sonuna gəldik. Heç sonlandırmaq istəmirəm. Kaş daha çox kargo olardı. Daha çox atardım. Amma maalesef qızlar budur. Yox, əmələ gəlmir. Elə olanımız buymuş. Əmələ gəlmir. Deməli qızlar, yenə də deyirəm, sizin üçün kiçik bir şey ola bilər, amma mənim üçün böyük bir şeydir. Məni izləməyi, kanalıma abunə olmağı, videolarımı bəyənməyi, Instagramda takip atmağı unutmayın, xahiş edirəm. Belə videoları tez-tez çəkmək üçün mənə motivasiya olun. Sizləri sevirəm. Məni izlədiyiniz üçün, 20 dəqiqənizi mənə ayırdığınız üçün sizə təşəkkür edirəm. Hələlik!